Şimal qonşumuz Rusiya rəsmi şəkildə İsrailin İrana hücumunu pisləsə də, Moskvanın Tehrana hərbi münaqişə başlayan gündən hansısa konkret dəstəyi müşahidə olunmayıb. Bu ilin yanvar ayında iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanması, İranın Ukrayna ilə müharibədə Rusiyanı silahla təmin etməsi, Moskvanın Tehrana İsraillə müharibədə hərbi yardımının mümkün olub-olmaması sualını ortaya çıxarıb. Rusiyanın İranın tərəfində müharibəyə qoşulmaq ehtimalı varmı? Bu suallara Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov cavab tapmağa çalışıb. Kreml İran-İsrail münaqişəsinin həllində vasitəçilik təklif edir. Tehranla strateji tərəfdaş, Təl-Əvivlə isə işgüzar əlaqələrə malik olan rəsmi Moskva, lazım olduğu təqdirdə İsrail və İran arasındakı münaqişənin həlli üçün vasitəçilik yaxın şərqdəki böhranın köklü səbəblərini aradan qaldırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bəyan edib. Kremlin sözcüsü Dmitri Peskov qərb ölkələrindən fərqli olaraq Rusiyanın İsrailin İrana hücumunu qınadığını, İran və İsrail ilə təmasda olduğunu bildirsə də, Moskvanın konkret olaraq hərbi münaqişəni dayandırmaq üçün hansı addımları atacağını açıqlamayıb. Rəsmi Moskva İsrail-İran hərbi münaqişəsinə zahirən kifayət qədər sakit və neytral mövqe sərgiləsə də, Rusiyalı ekspertlər Moskvanın bu münaqişəyə qoşulub-qoşulmaması ilə bağlı fərqli fikirlər səsləndirirlər. Bir sıra ekspertlər Rusiyanın İrana hərbi yardım göstərməklə bağlı öhdəliyinin olmadığını, Moskvanın məlum münaqişə tərəflərinə münasibətdə bərabər məsafəli siyasət yürütməsinin vacib olduğunu bildirirlər. Мы видим, что Москва осуждает одностороннее нападение Израиля на Иран. Biz Moskvanın İsrailin İrana hücumunu pislədiyini görürük. Əgər biz Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədən danışsaq, bu müqavilənin maddələrinə əsasən tərəflərdən birinə hücum olunacağı təqdirdə digər tərəf təcavüzə məruz qalana hər hansı hərbi yardım göstərəcəyi ilə bağlı üzərinə öhdəlik götürməyib. Bu onu göstərir ki, İsrailin İrana hücumu zamanı Rusiyanın İrana hərbi yardım göstərmək öhdəliyi yoxdur. Rusiyanın həm İranla, həm də İsraillə yaxşı işgüzar əlaqələri var. Regionun vacib aktorları ilə bərabər məsafəli münasibətlər qurmaq Rusiya xarici siyasətinin postsovet dönəmində çoxdankı ənənəsidir. Rusiyanın İranla hərbi texniki əməkdaşlığına baxmayaraq, Rusiyanı regional münaqişəyə cəlb etmək çox ədalətsiz olardı. Ona görə də Rusiya balanslı mövqe tutmağa, vasitəçi olmağa cəhd edəcək. Россия будет пытаться выступить посредником. Rusiyanın İsraillə münaqişədə İrana hərbi texniki yardımının mümkün olmadığını, lakin Moskvanın bütün hallarda Tehrana dəstək verməli olduğunu və verəcəyini proqnozlaşdıran ekspertlərin fikrincə, Rusiyanın dövlət marağı İranın bu müharibədə məğlubiyyətinə heç bir halda imkan verməməkdən ibarətdir. В нынешнем конфликте Россия без сомнения заинтересована в том, чтобы... Sözsüz ki, Rusiya İsrail-İran münaqişəsində hərbi əməliyyatların ən qısa müddətdə bitməsində maraqlıdır. Digər tərəfdən əlbəttə ki, Rusiya İranı dəstəkləməkdə maraqlıdır ki, o bunu da edəcək. Sual bu dəstəyin nədən ibarət olmasıdır. Əlbəttə ki, söhbət İsrailin hərbi infrastrukturlarına zərbə vurmaqdan gedə bilməz. Rusiya tərəfindən İrana silah-sursatın göndərilməsi də çətin ki, baş versin. Çünki Rusiya özü hərbi münaqişə vəziyyətindədir. Rusiyanın müttəfiq ölkəyə verə biləcəyi ehtiyac silah-sursatı yoxdur. Lakin bu kömək informasiya kəşfiyyat məlumatlarından, hərbi təlimatçıların göndərilməsindən ibarət ola bilər. Bəs Rusiya İranda hakimiyyət dəyişikliyinə göz yuma bilərmi? Kremlin Netanyahunun məlum bəyanatına baş verənlər fonunda İran cəmiyyətinin konsolidasiyasını müşahidə edirik şərhini verməsi, rəsmi Moskva üçün İranda hakimiyyət dəyişikliyinin qəbul edilməz olduğunu göstərir. İranın hazırki rəhbərliyinin devrilməsi və orada Amerikan və qərb-pərəst marionet rejimin qurulmasını Moskva qəbul edə bilməz. İranda şah rejiminin bərpası, ABŞ-də yaşayan şahzadənin İrana qaytarılması mümkündür. Baxaq görək necə olur. İranda Amerikanın marionet rejiminin qurulması o deməkdir ki, ABŞ-nin Xəzər dənizində hərbi bazası olacaq. Bu isə Xəzər regionundakı vəziyyətin Amerikanın nəzarətinə keçməsidir. Bu, həm də Xəzər regionundakı bir sıra layihələrin, o cümlədən Şimal-Cənub dəhlizi layihəsinin bağlanması deməkdir. İranın Amerika-pərəst olması həm də Çinin aktiv rol oynadığı Transxəzər layihəsinin qapatılması anlamına gəlir. Anlaşılandır ki, bunlar Rusiya üçün qəbul edilməzdir. Rusiyada hesab edirlər ki, Moskva üçün İranda status quo-nun saxlanılması olduqca vacibdir. Bununla belə qeyd olunur ki, Rusiya İran-İsrail münaqişəsinə birbaşa daxil olmayacaq. Bu senari tamamilə istisnadır. Moskva sülh danışıqları ilə bağlı hansısa təkliflər irəli sürəcək.
Rusiya hər şey edəcək ki, İsrail və Amerika Birləşmiş Ştatları İranda hakimiyyət dəyişikliyinə nail ola bilməsin. Fərid Əkbərov, İTV Xəbər, Moskva.